Və bu məqamda böyük şiə alimi Əbu Cəfər Ət-Tusinin bir sözünü xatırlatmaq istərdim. Deməli bu alim şiə məzhəbinin böyük və qaymaq alimlərindən sayılan, həmçinin bu məzhəbin təməlini təşkil edən bir neçə kitabın müəllifidir. Yəni bir sözlə Cəfəri şiə məzhəbində sayılıb, seçilən və sözü keçən bir neçə alimdən birisi sayılır. Özü də bilmədən, yaxud fərqinə varmadan, əslində siğənin bir utanc və zillət qaynağı olduğunu öz kitabında dolayısı yolla belə ifadə edir. Deyir ki, Əhl-i-Beytdən olan bir qadınla əsla siğə etmək olmaz. Çünki belə bir hal o qadın üçün zəlillik və onun ailəsi üçün utanc qaynağıdır. Yəni ey Tusi, sən və sənin əmsalında olan hər kəsə sual veririk. Məgər Əhl-i-Beytdən olan bir qadın üçün zillət və utanc qaynağı olan bir əməl digər müsəlman qadınları üçün şərəf və izzət sayıla bilərmi? Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala Muhammedin ve alihi tahirin. Ve la'nu daim ala a'daihim ecma'in. Bizim Vəhabi yalanları silsiləvi bəhslərimiz var ki, bu bəhslərin sonuncusunda, yəni 44-cü hissəsində Vəhabilərdən birinin bir yalanını ifşa etmişdik. Sosial şəbəkələrdə kəzzəb, çox yalan danışan, fırıldaqçı kimi tanınan bir Vəhabidir və dəfələrlə bu şəxsin yalanları ifşa olunub. Elə 44-cü hissədə də onun indi deyəcəyimiz, indiki yalanını ifşa edirik. Həmin yalanlarının birinci hissəsinə 44-cü bəhsdə cavab vermişik. Videonun adı Vəhabi yalanları 44, hekayə uyduran Vəhabinin rəzilliyi. YouTube kanalımızda bunu görə bilərsiniz. Adam boş-boş danışmaqdan başqa bir işə yaramır. Yalandan nə bilim İranda siğadan doğulan uşaqlar var, atalarını tanımırlar, mən nə bilim necə 2 ayda yüzlərlə insanla nə bilim siğə edirlər, bir qadın və s. Bu kimi danışdı və cavabını verdik. Və bu hissədə istərdik ki, növbəti bir yalanına toxunaq. Növbəti yalanı bundan ibarətdir ki, videoda deyir və yəni bu Vəhabi danışıb, bunun dərsini götürüb başqa bir kanal video şəklinə salıb və bunun dediklərini də, hədisi də mənbə ilə göstərir ki, güya Şeyx Tusi Rahiməhullah şiə alimi Təhzibul Əhkam kitabında 7-ci cild səhifə 253-də güya belə buyurub. Yəni utanmaz insanlardılar. Həya, utanmaq, abur yaxşı şeydir. Heç olmasa həya edin. Həmin o yalancı Vəhabi, o həya etmirsə, heç olmasa o videonu düzəldən, öz kanalını yerləşdirən kanal sahibləri utansınlar, həmin mənbələrə baxsınlar, görsünlər ki, bu adam ağzına gələni danışır, yoxsa doğrudan da belə bir şey var. Tərcüməyə baxın, deyir Əbu Cəfər Ət-Tusi yazır, Əhl-i-Beytdən olan bir qadınla əsla siğə etmək olmaz. Çünki belə bir hal o qadın üçün zəlillik və onun ailəsi üçün utanc qaynağıdır. Əslində isə Şeyx Tusi Rahiməhullah nə deyib? Təhzibul Əhkam kitabına müraciət edirik, 7-ci cild səhifə 253-də. Şeyx Tusi Rahiməhullah bir rivayət nəql edir. Deyir, وَأَمَّا مَا رَوَاهُ أَحْمَدُ بْنُ مُحَمَّدْ عَنْ أَبِي الْحَسَنِ عن بعض أصحابنا يرفعه إلى أبي عبد الله عليه السلام قال لا تتمتع بالمؤمنة فتذلها. Bir dənə rivayət nəql edib. Deyir, amma o şey ki, o rivayət ki, onu Əhməd ibn Məhəmməd rivayət edib Əbul Həsəndən, o da bizim bəzi sahabələrimizdən, ravilərdən. Yarfa'uhu ilə Əbi Abdillah. Onu İmam Sadiqə qədər aleyhissalam qaldırır o rivayəti. Yəni ona isnad verirlər. Amma arada ravilərin zəncirində bəzi ravilərin adları yoxdur. O belə deyib İmam Sadiq aleyhissalam. La tətəməttə bil mu'minəti fətuzilləhə. Möminə ilə mütə etmə, müvəqqəti əqd etmə. Nəticədə səbəb olar ki, ona zillət, xarlıq üz gətirər. Onu xar etmiş olarsan. Burada yarfa'uhu ilə Əbi Abdillah sözünə diqqət edin. Onu ucaldıb, qaldırıb o rivayəti Əbu Abdillaha qədər, İmam Sadiqə qədər aleyhissalam. Yəni nə? Yəni ortada ravilərin zənciri yoxdur, hədis mürsəldir. Hədis mötəbər deyil, zəif hədisdir. Özü deyir aşağıda, deyir, fəhəzə hədisun, Şeyx Tusi Rahiməhullah buyurur, fəhəzə hədisun məqtu'ul isnədi şəzzun. Bu deyir, hədis məqtu'ul isnəddir. Məqtu'ul isnad nədir? Yəni ravilərin zəncirində bəzilən adları qeyd edilməyib. İmam Sadiqə qədər aleyhissalam adları gəlib çatmayıb. Mötəbər rivayət edilir və şəzdir. Şəz nədir? Yəni nadirdir. Yəni məhşurun müxalifinədir. Sonra Şeyx Tusi Rahiməhullah deyir ki, və yuhtəməlu ən yəkunəl muradu bihi izə kənətil mər'ətu min əhli beyti şərafi fə innəhu la yəcuzu təməttu'u
biha lima yelhaqu ahlaha minel ari ve yelhaquha hiye minel zulli ve yekunu zalika mekruhan dun en yekuna mahzura. Baxın, əvvələn bu rivayət isnadı zəifdir. İkincisi, Şeyx Tusi rahmehullah bu sözü ki, sən yalandan tərcümə eləmirsən, saxtakarlıq eləmirsən, ya indi başqa ərəblərdən kontekstdən çıxarıb bu cür tərcümə edib, ya görüb rivayəti gizlədib, saxtakarlıq edib, səhv tərcümə edib, ya da ərəb dilindən xəbəri yoxdur bu adamın. Şeyx Tusi rahmehullah deyir ki, bu rivayət ki, zəifdir heç, şazdır, bununla işimiz yoxdur. Və bu rivayəti əsas tutaraq görün nədir? Deyir, ehtimal edilir ki, murad, məqsəd bu olsun. Bu rivayətdən, bu sözdən məqsəd bu olsun ki, İzə kənətil mər'ətu min əhli beyti şəraf. Əgər qadın şərafətli bir ev əhlindən olsa, yəni şərafətli bir ailədən olsa, burada əhli beytdən söhbət gedir. Şərafətli bir ailədən olsa, çünki müminə sözündən söhbət gedir axı. Bu səhifədə bundan sonraki rivayətlərdə facirə, günahkar qadından, onunla mütədən söhbət gedir. Deyə burada müminədən söhbət getdiyi üçün deyir, şərəfli ailədən olması ehtimal edilir. Yəni ehtimal edilir ki, məqsəd budur ki, əgər qadın şərafətli ailədən olsa, fə innehu la yecuzu təməttü'u biha. Onunla deyir, icazəli deyil müvəqqəti əqd etmək. Demir ki, əhl-i beytdən olan bir qadınla əsla siğə etmək olmaz. Sonra deyir ki, niyə görə? Deyirsən ki, la yecuzu təməttü'. Mütə etmək caiz deyil. Deyir, limə, o şeyə görə ki, yəlhəqu əhləhə minəl ari və yəlhəquhə hiyə minəl zulli. Deyir, bu şeyə görə ki, ona həmin o əhlə, evə, o şərafətli ailə ki var, ona arsızlıq isabət edər, üz gətirər, yapışar. Və həmin qadına da zillət yapışar. Demir ki, çünki belə bir hal o qadın üçün zəlillik və onun ailəsi üçün utanc qaynağıdır. Utanc qaynağından söhbət gedir burada. Hardadır o qaynaq sözü? Ərəbcə bu mətndə hardadır, özündən uydurmusan? Deyir, sadəcə həmin qadına arsızlıq, ondan sonra zillət, xarlıq yapışar, isabət edər, üz gətirər. Və bu məkruhdur, məhzur deyil, haram deyil. Məhzur yəni haram deyil. Bəlkə bəyənilmir belə bir şey. Və bunu da əslində niyə görə deyib? Həmin rivayətin aşağısındakı rivayətlərə baxanda və yaxud da digər kitablarda rivayətlərə, bir dəstə rivayətlərə baxanda görürsən ki, orada pozğun, bədəxlaq qadınların da siğə evlinə razı olduğu görünür. Yəni imamların dövründə həmin o İmam Sadiq, İmam Baqir aleyhissalam əcməin, Allahın salamı olsun hamısına, onların dövründə bəzi qadınlar olublar ki, onların əxlaqları yaxşı olmayıb. Onlar da müvəqqəti əqdə razılıq veriblər. Onlarla da müvəqqəti əqd olub zamanında. Və imam buna diqqət çəkir ki, daha doğrusu Şeyx Tusi rahmehullah buna diqqət çəkir ki, deyir, mümkündür imamın bu sözündən, bu hədis ki, əslən zəifdir, fərz eləyir ki, səhihdir. Məqsədi ki, deyir, mömini ilə mütə etmə, məqsəd budur ki, o zamanda ki, sual verilən zamanda, imamın zamanında ki, bəzi qadınlar, bədəxlaq qadınlar da bu işi görürdülər. Deyir, sən gedib mömin xanımla o işi görərsən, ona da o günahkar qadınlarda olan o xarlıq ki var, ona da yapışar. Deyərlər, bu da bəlkə onlardandır. Fasiqə qadınlardandır. Çünki bizim bir dəstə rivayətləri nəzər salanda görürsən imamlarımız, baxın, bu bir dənə elmi bəhsdir. Bunu istənilən savadlı, istənilən üsul elminə hətta ibtidai şəkildə oxuyan insan, tələbə bizi başa düşəcək. Baxın, bir dəstə rivayətlər var ki, açıq-aşkar mütənin halal olduğunu qeyd edir. Və bu rivayətlər əsasında alimlərimiz hətta fətva veriblər ki, halaldır, icazəlidir. Bu rivayətlərin kənarında isə bir dəstə rivayətlər var ki, zahirinə baxanda açıq-aşkar haramlığına dair heç bir əsər əlamət yoxdur. Sadəcə bəzi sözlərdən istifadə edilib ki, zahirinə baxanda görürsən ki, imamlar çəkindiriblər. İndi sual meydana çıxır, əgər halalsa niyə çəkindirib ki? Cavab budur ki, bəzi insanlara ki, imamlara gəlib sual veriblər, imamlar onları zahirən mənfi sözlər işlədiblər, həmin zamanda, həmin şəraitə uyğun olaraq şəxsi şəkildə deyiblər onları. Məsələn, deyiblər ki, pozğun qadınlar bu işlərlə məşğul olur, sizə də o pozğunluqdan, o arsızlıqdan nəsə bir şey yapışar. Və yaxud əhl-i-sünnə xəlifələr dövründə də onlar da qadağan biliblər, haram biliblər deyə, onların nəzərində sən də xar kimi, rəzil kimi qalarsan. Ona görə bu işdən çəkin. Və yaxud bəzi rivayətlərimiz var, hətta imam ona sual verirlər, deyir ki, səni Allah artıq ehtiyatsız eləyib müvəqqəti əqdən. Sən daimi evlənmirsən, xanımın var, ehtiyac yoxdur gedib müvəqqəti əqd edəsən. Bu məzmunda rivayətlər var. İndi bu rivayətdə ki, Şeyx Tusi rahmehullah deyir, sənə arsızlıq, zillət üz gətirər,
o qadının ailəsinə deməli arsızlıq üz gətirər, özünə də zillət, zəlillik üz gətirər. Niyə? Sual meydana çıxır, əgər bu halalsa niyə zillət gətirməlidir ki? Hə, deməli, Şeyx Tusi rahmehullah o hədislərdən də xəbəri var, halal bilən, caiz bilən hədislərdən. Pəs onda bunu niyə görə Şeyx Tusi rahmehullah deyib? Utanc yeridir buna görə? Xeyr. Sən səhv başa düşmüsən ya da saxtakarlıq eləmisən. Şeyx Saduq rahmehullah, Şeyx Tusi rahmehullah o rivayətlərdən xəbərdardır. O rivayətlərin yanında bu rivayətlərə də baxıb belə qərara gəlir ki, o zamanda bəzi insanların nəzərində xarlıq idi deyə səni də xar bilərlər. Bu gün də günümüzdə bu cürdür. Misal üçün bir məntəqədə, Əhl-i-Sünnə məntəqəsində bu şeyə pis baxırlar, hətta Şiə məntəqəsində bu şeyə pis baxırlarsa və bunu xarlıq bilirlərsə, zəlillik bilirlərsə, rəzillik bilirlərsə, baxmayaraq ki, halaldır. Yaxşı baxmırlarsa, insanları çəkindirirlər ki, ehtiyatlı olun, sizə də o xarlıq gəlib yapışa bilər. Nəinki xarlığın, utancın qaynağıdır. Yox, necə bunu deyə bilər ki, Şeyx Tusi rahmehullah? Bir halda ki, Şeyx Tusi gözəl bilir ki, halaldır bu izdivac. Əhl-i-Sünnəyə də görə, yəni Əhl-i-Sünnə bəli bu gün haram eləyib onu, amma Ömərin qadağasıdır. Bir təhər fırladırlar o Müslimdə gələn hədisləri ki, vəziyyətdən çıxsınlar. Və sən böyük bir qələt eləyirsən ki, Şeyx Tusiyə sual verirsən. Necə ki, böyük bir qələt eləyib bunu səhv tərcümə eləmisən. Sən kimsən, hansı elmin əhlisən ki, Şeyx Tusiyə sual verirsən? Sən ged özün əvvəlcə bunu düzgün tərcümə elə, saxtakarlıq eləmə, fırıldaq eləmə, kəzzablıq, yalançılıq eləmə. Dürüst şəkildə tərcümə eləyəndə sənə artıq sual verməyə bir macal da qalmayacaq. Pəs xulasa nədir? Xulasa budur ki, bizim çoxlu, mötəbər rivayətlərimiz var ki, müvəqqəti əqd halaldır və bu rivayətləri əsas götürüb alimlər halal, cavaz, icazəli fətvası veriblər. Bu rivayətlərdən Şeyx Tusinin rahmehullah xəbəri var. Bəs yaxşı, bu rivayətlərin müqabilində bu söz nədir ki, deyir, ehtimal edilir ki, məqsəd bir dənə möminə qadındır ki, şərafətli ailədəndir və icazəli deyil ona təmattu etmək, yəni onunla mütə etmək, müvəqqəti evlənmək. Niyə? Çünki əhlinə xarlıq, arsızlıq yapışar, özünə də zillət yapışar. Və niyə görə bunu deyib Şeyx Tusi rahmehullah? Məgər müvəqqəti əqd arsızlıqdır, zillətdir. Necə zillət ola bilər ki, hədislərimiz var ki, icazəlidir. Və Şeyx Tusi rahmehullah bu hədislərdən xəbərdardır. Pəs məqsəd nədir? Məqsəd budur ki, həmin zamanda bir dəstə hədislər ki, qeyd etdik, insanlar xar kimi baxırdılar, Əhl-i-Sünnə xəlifələr dövründə həmçinin, Əhl-i-Sünnə insanları həmçinin buna arsızlıq kimi baxırdılar və s. Onu nəzərə alıb deyir ki, o qadınla evlənmə və hətta günahkar qadınlar da o zaman bu işlə məşğul olurdular. İmam buyurur ki, ehtiyatlı ol, daha doğrusu Şeyx Tusi belə anlayır ki, belə demək istəyir ki, yəni ehtiyatlı ol, sənə də o arsızlıq yapışar. Sən də o insanların nəzərində arsız və zillətli bir insan kimi qalarsan. Şeyx Tusi rahmehullah bunu belə başa düşür. Və sən başa düşməmsən və yaxud da ümumiyyətlə heç bu hədisdən, rivayətdən xəbərin yoxdur, bu kitaba baxmamsan, gedmirsən copy-paste vəhabisidə, gedir o öz şeyxlərinin, ərəblərin kontekstdən sarılmış o hissələri götürüb tərcümə edirlər, göy cəmaata dərs keçirlər. Ya da görmüsən bu kitabı sadəcə bilirsən ki, bu hədisi Şeyx Tusi rahmehullah zəif hesab edib, ehtimal edilir deyib, qadın da Əhl-i Beytdən deyil, şərafətli ailədən olan bir qadındır və görmüsən ki, utanc qaynağıdır demir deyir, sənə bu zillət yapışar, amma gizlətmisən və saxtakarlıq etmisən. Vəlhamdülillahi Rabbil aləmin və sallallahu alə Muhammedin və alihi tahirin.